Sonra digər qrupumuz sentyabrdan sonra oktyabrda başlamışdı. Ondan sonra hardaysa tarix sınaq qrupu idi o. Google Formsdan təşkil olunur. Bu arada onu da qeyd edim ki, sınaqlar. Həmin qrupu da hardaysa 100 müəllimlə başlamışdıq. İndi də ortalama 93 müəllim hardaysa var qrupda. Şəklində qoyuram. Özünüz baxın qrupa. Yəni bunlar saxta rəqəmlər deyillər. Hamısı real mövcud olan qruplardır. Özünüz də görəcəksiniz ki, bu qədər çox müəllim istifadə eləyir. Həmçinin istifadə edənlər də razı qalırlar ki, bir-birinə məsləhət görürlər. Yəni bu qruplarda ona görə bu qədər çox müəllim var. Yəni məndə belə deyim də, qruplarda gələn müəllimlərin əksəriyyəti reklamlardan daha çox bir-birinə tövsiyə etməklə gələn müəllimlərdir. Bir müəllim məsələn 3 müəllimi dəvət edir. Həm özü belə deyək də, ödənişi daha aşağı olur dəvət etdiyinə görə həmkarlarına, həm də daha çox müəllimə səsimiz çatmış olur da. Çünki reklamdan, 100 reklamdansa birinə məsləhət görməyi daha çox effekt verir. Həmin qrup deməli hal-hazırda 19-cu əsr xanlıqları çatıbdır. Ümumi tarixdə də elə 19-dur. Hər ikisini də 19-a çatdırmışıq onları. Martın 31-də onlarla proqramı bitirib təkrara qayıdacağıq. Yəni o qrupun qeydiyyatı bitibdir. Sonradan çox adam dedi ki, məni ora sal. Elə şey yəni yoxdur. Qeydiyyatı bitən qrupa mən adam götürmürəm. Yəni bunu qəti olaraq müəyyən eləyin. Mənim dostum oradadır, həmkarım oradadır, qrup yoldaşım oradadır, nə bilim filan kəs oradadır, mən də oranı istəyirəm. Elə şey olmur. Yəni pul verim, sınaqları mənə bir dəfəlik verin, nə bilim nə. Xeyr, istifadə eləmək istəyən gəlir qrupa girir, aylıq olaraq da istifadəsini eləyir göndərildikcə.